Suraxanı rayon məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tapdıq Əsədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məlumata görə hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib. Barəsində olan cinayət təqibinə xitam verilib. İttihama görə hadisə 23 oktyabr 2025-ci il tarixdə saat 00:30 radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Belə ki, Tapdıq Əsədov həmin vaxt yaşadıkları evdə qızı zərərçəkmiş Günay Əsədovanın gecə saatlarında işdən qayıtmasına etiraz edib. Qız isə ona cavab qaytararaq sərbəst yaşamaq istədiyini bildirib. Bu tərəflər arasında gərgin mübahisəyə səbəb olub. Mübahisənin gedişində ata əsəbləşərək qəsdən əli ilə qızının baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə endirib. Zərbələr nəticəsində Günayın sol bazu nahiyəsində hematoma, sağ said və sağ əl nahiyələrində qançırlar əmələ gəlib və yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib. Hadisədən sonra Tapdıq Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.